Salamlar dostlar, bu gün bir sətr belə kod yazmadan antiqraviti ilə çox sadə və maraqlı bir tətbiq yaradacağıq. Tətbiqimiz bir hekayə yazıcısı olacaq. İstifadəçilər seçdikləri mövzularda, məsələn, macəra, romantik, komediya, sadəcə bəzi sözlər daxil edərək öz hekayələrini yaratmağa kömək edəcək bu proqram. Əvvəlcə burada antiqraviti hesabımıza daxil olmalıyıq. Mən daxil oldum göründüyünüz kimi. Daxil olmaq şərtləri də çox asandır. Əgər hesabınız yoxdursa, sürətli bir şəkildə hesab yaradın. Buradan sonra bizə lazım olan yer, yəni burada da eyni şeylər eləyə bilərik, amma biz Open Agent Manager deyirik və buradan açırıq proqramımızı. Və mən üstündə işlədiyim proyektləri bağlayıram və yeni bir workspace açırıq. Buradan Open Workspace dedikdə New Workspace və buradan da bir klasör yaradaq. Gəlin bunun da adı nə olsun? Hekayə yazıcı. Hekayə yaz olsun elə. Və buradan klasörü deyib içinə girdik. Və dostlarımız sonrasında çox sadə burada süni intellektdə öz istədiyimizi, yəni proqram nə edəcək, onları yazırıq. İlk öncə nə edəcəyik? Tətbiq üçün bir neçə əsas komponentə ehtiyacımız olacaq. Yəni istifadəçi girdikdə artıq onun önünə bir səhifə açılmalıdır. Bu səhifədə nə olacaq? İlk öncə bir başlıq, bu başlıqda hekayənizi yazın deyə olacaq. Bunu qısaca süni intellektdə yazıram. Burada bir sıra, bir çox süni intellekt versiyası var. Gördüyünüz kimi Gemini 3 Pro, High da var, Low da var. Gemini 3'ün yeni çıxan Flash versiyası da var. Cloud Sonnet 4.5, Cloud Sonnet düşünmə, Cloud Opus yenə. Bu da düşünmədir. Neyse dostlar, indi dediyim kimi bir başlıq olacaq. Hekayənizi yazın deyə bir başlıq olacaq. Bunu ilk öncə süni intellektdə yazıram. İndi səndən bir tətbiq yaratmağını istəyirəm. Bu tətbiqdə nə olacaq? Hekayə yazıcı tətbiqi olacaq bu tətbiq. Necə yazırsınız yazın, zaten süni intellekt bunu başa düşür. Bildiyiniz kimi bu sıralar çox məşhurdur və bundan sonra da özünü inkişaf elətdirməyə davam edir süni intellekt. İndi isə başlıq. Hekayənizi yanlışlıqla enter'a bastım. Hekayənizi yazın. Və ikinci nə olacaq? Bir drop down, yəni açılır seçim menüsü açılacaq. İstifadəçilər burada macəra, romantik, komediya və ya öz istədikləri mövzuları seçə bilərlər. Yəni bunu da bura başa salıram. Bir drop down olacaq. İstifadəçi burada macəra, komediya, romantik və s. öz istədikləri mövzunu seçə bilərlər. Yəqin ki, aydın oldu. Üçüncü nə olacaq? Bir neçə mətin menüsü, yəni mətin qutusu olacaq. İstifadəçilər burada seçdikləri mövzuya uyğun sözlər daxil eləyəcək.
metin qutusu olacaq. İstifadəçilər burada seçdikləri mövzuya desək uyğun sözləri daxil edəcək. Dördüncü, hekayəni yarat düyməsi olmalıdır. Burada artıq bu düyməyə basdıqdan sonra daxil etdikləri sözləri istifadə edərək bir hekayə yaradacaq. Bu düymə istifadəsindən sonra daxil edilən sözləri istifadə edərək bir hekayə yazacaq. Və sonrasında Enter'a basırıq. Görək bizə necə bir tətbiq yaradacaq. Bəli dostlar, hal-hazırda artıq proqramımız yazdı və daha doğrusu web saytımız yazdı və bu web saytı çalışdırmaq üçün süni intellektdən yardım istəyəcəm. Necə çalışdırmalıyam onu istəyəcəm. Yəni heç bir kod bilməyənlər üçün bu. Ona görə də süni intellekt bizə sona qədər yardım etməlidir. İndi çox sadə bir şəkildə indi proqramı necə çalışdıracağıma yardım et. Kömək et deyək. Bəli dostlar, gördüyünüz kimi artıq bizə kömək etdi. Buradan bu səhifəni tapırıq və fayla gəlib buradan yuxarıdan yapışdırırıq. Dediği kimi. Burada gördüğünüz kimi indeks var. İndeks artıq bastığımızda ne edir? Bizə artıq web saytımızı açır. Burada macera, komediya, qorxu, elm, fantastika bunlar artıq özündən əlavə elədi. Burada baş qəhrəman elə Hüseyin olsun. Qədim meşə. Gördüğünüz kimi özü verdi zaten. İtmiş xəzinə və dediği yerə eyni şeyləri yazaq. Bu dəqiqə aklıma heç bir şey gəlmir. Hekayəni yarat dedik. Bir zamanlar Hüseyin adında cəsur bir qəhrəman var idi. O qədim meşə tərəfə üst tutanda ağlına belə gəlməzdi ki, qarşısına itmiş xəzinə çıxacaq. Əlindəki sehirli xalat ilə bu çətinliyin öhdəsindən gələn Hüseyin bütün dünyaya sübut etdi ki, əsl cəsarət qəlbdə olur. Bəli dostlar, gördüyünüz kimi süni intellektdə hardasa 10 dəqiqə vaxt alaraq bir web sayt yaratdıq. Təbii ki, bu web sayt üstündə işlənə bilər. Çox da böyük əhəmiyyətli bir sayt deyil. Mən sadəcə sizə qısa və öz bir şəkildə belə kiçik proyektlərdən başlayaraq öz proyektinizə uyğun necə web sayt yaza bilərsiniz süni intellektdə heç bir kod yazmadan onu göstərdim. Ümid edirəm videonu bəyəndiniz dostlarım. Gələcək videolarda görüşmək ümidi ilə. Əgər süni intellekt barəsində daha çox video istəyirsinizsə, şərhlər qismində fikirlərinizi bildirməyi unutmayın. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.